Müəllim dərsin reallaşdırılması mərhələsində şagirdlərə öyrənilən mövzu ilə bağlı müstəqil iş tapşırığı verir. Tapşırığın icrası zamanı müşahidə aparan müəllim, müəyyən edir ki, sinifin çox az hissəsi tapşırığı doğru yerinə yetirib. Digər şagirdlər isə eyni ciddi səhvlərə yol veriblər. Səmərəli dərs planlaşdırılması prinsiplərinə əsasən müəllimin növbəti addımı necə olmalıdır? Bizdən bunu soruşur. Gəlin birinci açar məqamlarını gördünüz ki, sualı oxuduqca altından xətt çəkdim. Burada bizdə açar məqamlar nə idi? Müəllim şagirdlərə mövzu keçildikdən sonra öyrənilən mövzu ilə bağlı müstəqil tapşırıq verir. Müşahidə edir ki, sinifin əksəriyyəti eyni tipli ciddi səhvlər edirlər. Soruşulan isə müəllimin bu mərhələdən sonraki atacağı ən strateji, yəni səmərəli dərs planlaşdırılması nə olmalıdır? Gəlin bir-bir variantlara baxaq. Burada əsas sözlər ümumiyyətlə əksəriyyəti, eyni tipli səhvlər, müşahidə aparılması. Bunlar göstərir ki, problem ayrı-ayrı şagirdlərdə deyil, təlim prosesində və yaxud da izahda yaranıb. Bunun üçün də artıq müəllim dərsi həmin anda şagirdlərin vəziyyətinə uyğun olaraq planlaşdırmalıdır. Gəlin bir-bir variantlarımızı analiz edək. A variantında deyir ki, sinifin əksəriyyətinin çətinlik çəkdiyini nəzərə alıb, cari dərsin təlim nəticəsini daha sadə bir məqsədlə əvəz etmək. Baxın, təlim nəticəsini ümumiyyətlə dəyişmək olmaz. Təlim nəticəsini dəyişmək olmaz. Dərsin ortasında məqsədi sadələşdirmək düzgün planlaşdırma prinsipi deyil, əziz müəllimlər. Ona görə də bu variant bizim üçün artıq yanlış variantdır. Gəlin keçək B variantına. Tapşırığı doğru yazan azsaylı şagirdlərin cavablarını sinifdə müzakirə etmək və illik planda geri qalmamaq üçün növbəti fəaliyyətə keçmək. Baxın, azsaylı düzgün cavab verənləri müzakirə edib dərsi davam etdirmək əksəriyyətinin həmin fəaliyyətdən geri qalmasına gətirib çıxara bilər. Əksəriyyəti bu mövzunu artıq bilməyəcək və onlar mövzunu bilmədikləri halda müəllim öz illik planlamadan geri qalmaması üçün öz fəaliyyətini əlbəttə ki, axıcı formada yenə də davam elətdirəcək. Burada artıq inkişaf yönümlü yanaşmadan söhbət gedə bilməz. Ona görə də B variantı da bizim üçün yanlış variantdır. Diferensial təlimi təmin etmək üçün tapşırığı yazanlara daha mürəkkəb, yazmayanlara, əksəriyyətə isə dərhal səviyyələrinə uyğun sadələşdirilmiş tapşırıq vermək. Baxın, burada diferensial təlim vacibdir. Ancaq burada əsas problem bütün sinifin əksəriyyətindədir. Baxın, əvvəlcə ümumi anlaşılmamazlıq aradan qaldırılmalıdır ki, yəni şagirdlər harada səhv eləyirlər. Eyni tip ciddi səhvlərə yol verir əksəriyyət şagirdlər. Ümumi anlaşılmamazlıq aradan qaldırıldıqdan sonra sadə tapşırıqlarla iş asanlaşdırılmalıdır və problemin həlli yoluna gedilməlidir. Artıq burada C variantı da bizim üçün uyğun olan variant deyil. Gəlin baxalım D variantına. D variantında deyir ki, dərsin gedişatını çevik şəkildə dəyişmək, çətinlik yaradan məqamı fərqli üsulla yenidən izah etmək və müvəqqəti dəstək etmək. Baxın, burada dərsin gedişatını çevik şəkildə dəyişmək. Bu, əlbəttə ki, strateji bir müəllim yanaşmasıdır. Çətinlik yaradan məqamı fərqli üsulla yenidən izah etmək və müvəqqəti dəstək tətbiq etmək. Bu artıq nədir? Çevik planlaşdırma, formativ qiymətləndirmə, çətinlik yaradan məqamı fərqli üsulla yenidən izah etmək və
artıq burada çevik planlaşdırma və formativ qiymətləndirmə şərtlərini həyata keçirdən müəllim burada scaffoldingli, yəni müvəqqəti dəstək prinsipini həyata keçirdir və şagirdlərə müvəqqəti dəstək tətbiq edir. Müəllim müşahidə nəticəsində əsasən dərsi dərhal çevik şəkildə dərsi tənzimləyir. Bizim variantımız olacaq D variantı. Gəlin, Y variantına da baxaq. Y-də deyir ki, səhv edən hər bir şagirdə fərdi şəkildə gələcək yönümlü konstruktiv rəy verməklə dərsi yekunlaşdırmaq. Baxın, fərdi rəy vermək faydalıdır. Düzgün fikirdir. Bu sizi çaşdıra biləcək bir məqamdır. Amma sinifin əksəriyyəti səhv edib. Baxın, əksər şagirdlər eyni tip ciddi səhvlərə yol verib. Sinifin əksəriyyəti səhv etdiyi üçün hər kəsə ayrıca rəy vermək əvəzinə ümumi problemin həlli üçün səmərəli bir addım atması daha məqsədə uyğundur. Sinifin əksəriyyəti səhv edirsə, eyni tipli səhvlərdirsə, müşahidə edirsə, bu tip ifadələr ümumiyyətlə olan situasiyalarda müəllimin atacağı ən vacib addımlar nələrdir? Baxın, əziz müdavimlər, bunları da yadınızda saxlayın. Dərsin gedişatını dərhal çevik şəkildə dəyişmək,